Sima imza ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu. Sima yeni nəsil rəqəmsal imza e-səhiyyə veb portalı və eyni adlı mobil tətbiqə inteqrasiya edilib. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi elektron səhifəsində məlumat yayılıb. İnteqrasiya nəticəsində vətəndaşlar üçün bir çox səhiyyə xidmətlərinə onlayn əlçatanlıq təmin edilib. Artıq vətəndaşlar adı çəkilən portala və ya mobil tətbiqə Sima imza ilə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, reseptlər, epikrizlər, peyvəndlər, analizlər, müayinə nəticəsinin alınması və digər xidmətləri onlayn şəkildə əldə edə bilərlər. Bundan başqa donor olmaq üçün məsafədə müraciətlərin göndərilməsi də Sima imza vasitəsilə mümkün olub. Müraciəti Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzinin rəsmi saytında formalaşdırmaq mümkündür. Diqqətə çatdıraq ki, vətəndaşlar qeyd edilən elektron xidmətləri əldə etmək üçün əvvəlcə Sima imza ilə digital login sisteminə daxil olmalıdır deyə məlumatda deyilir.